Deməli 57 nömrəli sualda burada bir balaca turşular haqqında məlumatımız olmalıdır. Xüsusən də sulfat turşusunun qaydasını bilmək lazımdır. Biz qeyri-üzvü kimi də öyrənərik ki, sulfat turşusu mövzusunda keçərik ki, deməli sulfatın durusu, elə indidən qeyd eləyə bilərsiniz. Sulfatın durusu dəmir və xromla, görün hansı metalları deyirəm, dəmir və xromla. Sulfatın durusu 2 valentli duz verir. Qatısı isə 3 valentli verir. Bir də deyirəm uşaqlar, sulfatın durusu 2 dənə metalı sayıram. Dəmir, xrom. Dəmir, xromla sulfatın durusu 2 valentli verir, qatısı 3 valentli. Bundan başqa nəyi deyirəm sizə? Nitratda isə istər durusu, istər qatısı. Nitratın isə istər durusu, istər qatısı hər ikisi ilə, istər dəmirlə, istər xromla 3 valentli verir. Bir də bunlar xlor, H-xlorla soruşur bizdən. Dəmirlə xrom yadda saxlayın. H-xlorla girəndə 2 valentli duz verir. Xlorun özü ilə girəndə 3 valentli verir. Dəmir və xrom 3 valentli harda verir? Bir də deyirəm. Sulfatın qatısında, xlorda, bir də nitratın həm durusunda, həm qatısında. 2 valentlini harda verir? Sulfatın durusunda və H-xlor. Ümid edirəm bu dediyim cümlələr yadınızda qalacaq. İndi burada sulfatın qatısıdır. Deməli bu X duzu dəmirin 3 valentli duzudur. Yəni başqa sözlə bu duz dəmir 3 sulfatdır. Berium 2, SO4, 3. Deyir, suda məhlulu turş mühit əmələ gətirir. Nurlan bilirsən ki, dəmir zəif əsasdır, SO4 qüvvətli turşudur, mühit turş olacaq. Bir doğrudur. Uşaqlar deyir, dissosiasiya eləsə bizə ferium 2, SO4, ferium 2 verər, yoxsa ferium 3 verər. Burada dəmir 3 valentli də. Bu deyir, ferium 3 verməlidir. 3 verməlidir. Səhvdir, 2 səhv. Bir qələvinin suda məhlulu ilə qarşılıqlı təsirdə olsa, uşaqlar bu qələvi ilə girsə, fərqi yoxdur, indi natrium OH-dır, kalium OH-dır. Bu qələvi ilə girsə, bizə hansı çöküntünü verər? Ferium OH3 verər. Ferium 2SO4 3-ün üstünə biz natrium OH gəlsək, buradan ferium OH3 alarıq, alarıq. Ferium OH3 də biz bundan əvvəlki mövzuda öyrənmişdik çöküntülərin rənglərində. Ferium OH3 hansı rəngli çöküntüdür? Qonur rəngli. Qonur rəngli çöküntü. Qonur rəngli. Ferium OH3 qonur rəngli, qırmızı qonur. Deməli 3 də doğrudur. 1 və 3 Tamerlan doğru cavabdır. 2 yanlışdır. 1, 3 doğru cavabdır. Ümid edirəm başa düşə